Samer, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzu ondan ibarət olacaq ki, bəzən elə olur ki, hər hansı bir video çarxlar, şəkillər, hər hansı bir növ mövzu ətrafında fikrini ifadə etmək kimi bir çəkilişlər aparan zaman daimi olaraq izləyici kütləsinin maarifləndirmə məqsədi ilə aparılan çəkilişlərdən söhbət gedir. Daimi olaraq az olduğunu müşahidə edirsən və görürsən. Bunu siz səhv anlaya bilərsiniz, yanlış anlamayın. Söhbət bu videodan yox. Məsələn, adi toylara getməyən və kənardan səsi olub, onu nümayiş etdirməyə çalışıb, lakin izləyici kütləsi toplaya bilməyən şəxslərdən gedir. Həmçinin onlar da bu mövzuya aiddir. Baxırsan ki, lüts oynan, orasını burasını əxlaqsız vidində və hətta belə deyim sizə şəxsiyyətsiz tipajında, imajında çölə qoyan şəxslərin izləyici kütləsi daha çox 1-ə 5 artır. Bu nədən irəli gəlir? Ümumən daima tarix boyu araşdırılan zaman müsəlmanların xristianlara və yəhudilərə nisbətən daha çox pis və yaxud tərbiyəsizliyə meyilliyi var. Nə qədər din, iman, müsəlmançılığa bağlansa da elə deyil. Və əslində də baxırsan, xristiancı, yəhudisidir, tez-tez araşdırır, hər hansı bir şeyi mütaliə edir, inkişafa meyilli yollar axtarır. Müsəlman pastayan yatır. Ona görə çox belə kobud olsa da bir el məsələ var. Deyir, yatan öküzün başına duran öküz dırıqlayır. Yəni, yatdın sən, pox tökdün başına və nəticə etibarı ilə də heç zaman inkişaf eləməyib, müəyyən yaş təbəqəsinə gəldiyin zaman onu bunu günahlandırmaq prinsipi meydana gəlir. Və həmçinin də əksər müsəlmanlarda belə bir hallar var. Xainlıq prinsipi var. Biri rəgidən kimi tutub qolundan, ayağından, boynundan keç itil arxaya, rədd ol kimi getmə. Sən getmirsən. Müsəlmansan da ölərsən, sən dəstək olsun buna. Yoxsa bu qədər mi çətindir? Səni buna sıxan, səni vadar edən nədir? İnsansan da, sən də heyvan deyilsən ki. Bu kimi hallar bəzən daxillərində olan keçmişlərində aldığı yüksək zərbə psixologiyasına təsir edən və həmin yüksək zərbədən qaynaqlanan travmalara görə olur. Qarşı tərəfi günahlandırmaq. Bu qədər. Çalışın bu tipli hallara məruz qalmayın. Çünki hər hal, hər kəs insandır. Və hər hansı problemdə küçədə yıxılsan, başın daşa dəysə, ən azından 5-dən biri dəstək olur. Olmayan 4 nəfər zaten onlar heyvandır. Hətta biraz çox kobud səslə eşşək kimi şeydirlər. Onun yerlərinə nə baxmayın, nə baş qoşmayın, nə fikirlərinizi yönəltməyin. Çünki yerlərinə söz keçməz. Bu qədər. Seanslarımıza qoşulmaq üçün müraciət edə bilərsiniz.